Herkese salam. Yeni bir derse hoş gelmişsiniz. Bugün size Qrammatik Aktiv kitabının davamı olaraq 8-ci leksiyondan sonra gələn mövzunu izah edirəm. Bu leksiyon dərs deyil. Sadəcə olaraq qarşılıqlı şəkildə danışmağımızı inkişaf etdirmək üçün bir mövzudur və bundan əlavə bizim burada əsas edəcəyimiz feilləri şəxsə görə düzgün şəkildə təsrifləndirib və sual formasında ikinci şəxsdən soruşmaqdır. Gördüyünüz kimi burada partner A, partner B. Yəni ki, A və B partner 2 nəfər olmalıdır. Hansı ki, qarşılıqlı şəkildə sual cavab etmək lazımdır. Əgər siz təksinizsə, yəni partnyorunuz yoxdursa, dili tək öyrənirsinizsə, bu zaman indi ekranda paylaşacağam. Nə edirsiniz? 18 dənə feili, yəni hansı ki biz bu feili cümlə şəklində birinci şəxsin təkinə görə təsrifləndirib deməliyik. Daha sonra isə soruşuruq, yəni ikinci şəxs sanki qarşımızda birisi varmış kimi sual veririk. Əgər tək məşğul olursunuzsa, bunu necə edəcəksiniz? Deməli, səsinizi yazırsınız. Ekranda paylaşdığım şəkildən feillər. İndi bir-iki nümunəni izah eləyəcəm. Daha sonra dediyim kimi şəkildən ardıcıl şəkildə səsinizi yazaraq danışırsınız. Əgər ilk başda çətinlik çəksəz, bu normaldır. Qətiyyən ruhdan düşməyin, davam edin. Yəni səhv belə olsa danışmaq lazımdır. Ən sonda burada A və B səhifələrində cavablar var. Yəni həmən o cavabları artıq səsimizi dinləyərək yoxlayırıq. Əgər bir nəfər öz üzərində məşğul olursa, A-ya, B-yə baxsa vərəqə, o zaman oradakı cavabları görər. Görməməsi üçün bəs belə bir səhifədə sizin üçün paylaşıram. Deməli, nə edirik? Misal üçün, görürsünüz, 18 dənə burada verilib. Viel Cola trinken, gerne spazieren gehen, schwimmen können, immer 8 Stunden schlafen, gerne Fernsehen və s. Hansı ki, görürsünüz, sözlərin qabağında A, B, A, B şəklində yazmışam. Çünki biri A variantına aid olan feillərdir. Hansı ki, bunları yəni təsrifləndirib cümlə şəklində deməlidir. B variantında yazdığım isə B variantına aiddir. Belə ki, misal, əgər birinci məndə yazılıb ki, Viel Cola trinken, elə artıq bunun cavabı B variantında var. Mən deyəndə B variantında olan şəxs görür cavabı. Səhv mi dedim, düz mü dedim, yoxlayır. İkinci sual B variantındadır. Artıq B variantı həmən feili şəxsə görə təsrifləndirib soruşur. Mən onun cavabını görürəm, düzdürmü, səhvdimi yoxlayıram. Bu şəkil 3, 4, 5, 6, yəni qarşılıqlı şəkildə dialoq formasında gedir. İndi məsələn, birinci deyir ki, Viel Cola trinken. Biz bunu nə edirik? Deyirik ki, Azərbaycan dilində birinci deyək, mən içirəm çoxlu kola. Mən çoxlu kola içirəm, hə? Bunu alman dilində deməliyik. Ich trinke viel Cola. Bəs sən, und du, trinkst du auch viel Cola? Sən də həmçinin çoxlu kola içirsən, sual veririk. Yəni, özümüz birinci deyirik, daha sonra sanki qarşımızda birisi var, ondan soruşuruq. Təbii ki, istəsəz buna ya nein ilə cavablaya bilərsiniz, istəməsəz də heç bir şey yox. Yəni, əsas olaraq bu şəkildə dediniz, soruşdunuz, sonra növbəti suala keçirsiniz. Çünki A-da B-nin cavabları var, B-də A-nın cavabları var. İndi ikincini də başa salıram. Yerdə qalanlar isə özünüz edəcəksiniz. Deməli, deyir ki, ikincidə. Gerne spazieren gehen. Nədir? Gəzintiyə getmək. Gəzintiyə getməyi xoşlamaq. Deyirəm ki, ich gehe gerne spazieren. Mən gəzməyə getməyi xoşlayıram. Und du, bəs sən? Gehst du auch gerne spazieren? Sən də həmçinin gəzməyə getməyi xoşlayırsan? Bu formada 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Nə edirik? Feilləri təsrifləndiririk. Birinci, özümüz üçün deyirik həmən sözü. Daha sonra qarşımızda biri varmış kimi ondan soruşuruq. Yəni, burada əsas bizim dediyim kimi danışığımızı inkişaf etdirmək, feilləri düzgün şəkildə təsrifləndirmək, sual sözsüz sual cümləni rahatlıqla soruşa bilmək, yəni bu bacarıqları inkişaf elətdirir. Ümidvaram ki, sizin üçün yetəri qədər aydın oldu. Elə isə başlaya bilərsiniz. Səsinizi yazmaqdan qətiyyən çəkinməyin. Səsinizi yazın və daha sonra Qrammatik Aktiv kitabından yoxlaya bilərsiniz. Elə bu səhifədə növbəti dərsimizdə isə 9-cu leksiyonu sizə izah edəcəm.
Bugünlük bu qədər. Hər kəsə təşəkkür edirəm. Növbəti videoda görüşənədək hələlik.